İzləyicilərimizdən Ramiz bəy sual verir ki, Natiq bəy, freelancerlarla vergilər götürülə bilərmi? Ha, bu yaxşı sualdır. Götürülə bilər, əslində götürülə bilər, amma götürülməyəcək. O da var. Bilirsiniz niyə götürülməyəcək? Çünki Azərbaycanda büdcə problemləri var. Düzdür, indi neft qalxıb biraz rahatlaşmışıq, amma bir ay, 2 ay rahatlaşacaq da, sonradan yenə həmin problemlər geri dönəcək. Ona görə də büdcənin doldurulması üçün əksinə görünən odur ki, vergilərin, rüsumların, cərimələrin artım trendi müşahidə olunur. Və bunu dəfələrlə demişəm, bir daha təkrar edeyim hökumət üçün. Hökumət eşitsə yaxşı olar. Hökumətin paradigması yanlışdır bu məsələdə. Nə mənada? Büdcə problemləri yaşanır deyə düşünür ki, vergiləri, rüsumları artırmaqla büdcə problemini həll etmək olar. Məntiqlə hə. Amma əks effekti nədir də bunun? Sən vergiləri, rüsumları, cərimələri artırırsansa, əsasən də biznes üçün. O zaman iqtisadi aktivliyi zəiflədirsən. Xərcləmələri zəiflədirsən. Məsələn, o freelancer deyilir də, elə onların üzərindən misal gedək. Tutalım 1000 manat qazanır, balaca rəqəmlərlə deyək ki, insanlarımıza aydın olsun. 1000 manat qazanır, əgər vönlə işləyirsə, bunun 125 manat DSMF-yə ödəyir, 4% vergisini ödəyir, 2,5% də işsizlik sığortası, tibbi sığorta, hamısı bir yerdə gəlir, çıxır, bu 800 manatını ödəyir vergi. Daha doğrusu 200 manatını ödəyir, 800 manat qalır. Bunun vergisi olmayanda nə olacaq? Tutam az olsa vergisi də. Bu 800 manat yox, cibində məsələn 900 manat qalacaq. 900 manat qalanda gelib 900 manatı xərcləyəcək. Bu da büdcəyə qayıdacaq. Hətta bu iqtisadiyyata aktivlik qazandırır. Gedib məsələn bir gün, bu gün kafeyə getmir ki, pulum çatmır, amma pulu artıq olsa gelib kafedə yemək yeyəcək, bir lunch eləyəcək, o lunchın dövrəsi artacaq, o lunchın istifadə olunan ərzaq məhsullarının satışı artacaq, kafenin dövriyyəsi artacaq, o da vergi verəcək. Yəni, bizim üçün əsas problem, Azərbaycan üçün bir nömrəli problem iqtisadi aktivliyin zəifləməsidir. Hökumət amma bir nömrəli problem kimi büdcə gəlirlərinin azalmasını görür. Bax, fərq buradadır və yanlışlıq buradadır. Bəs dünya təcrübəsində necə baxılır? Baxır, müxtəlif yanaşmalar var da, baxır hansı ölkə, hansı, belə deyək də, iqtisadi sistemdə fəaliyyət göstərir. Avropa ölkələri elə bizim hökumət kimi davranır. Ona görə də Avropa ölkələrində ciddi problemlər var. Aşırı tənzimləmə, vergi yükünün artırılması, tənzimləmə mexanizmlərinin və belə deyim də sizə, lisenziyalaşdırmanın bahalaşması. Amerika elə deyil. Amerika tamam liberal, bu mənada daha liberaldır. Yaponiya daha liberaldır. Koreya daha liberaldır. Yəni, harada daha liberal, Argentina, hamı onu dəli sayırdı. Əlində o ağac kəsənlə mitinglərə Melia çıxırdı da. Hamı deyirdi ki, bu dəlidir. Amma görün Argentina o gələndən sonra inflyasiyasını 3 dəfədən çox aşağı salıb. Milli gəlirlər 2 dəfəyə yaxın artıb. Nəyin hesabına? İqtisadi aktivliyi hesabına. Vergiləri aşağı saldı. Rüsumları aşağı saldı. Dedi, gedin işləyin, pul qazanın. Pul qazanın ki, dövlət o vergini niyə yığır? Vətəndaşa xərcləmək üçün yığır da, düzdürmü? Vətəndaşdan az al, vətəndaşa az xərclə. Eyvallah, biz buna mən şəxsən bu sistemin tərəfdarıyam. Yəni ona görə bizdə əsas problem iqtisadi aktivliyin zəifləməsidir. Məsələn, yanvar ayında bizdə ümumdaxili məhsulun artım tempi yenə 0,3% oldu. Biabırçı rəqəmdir bu. Çox aşağı rəqəmdir. Hətta İqtisadiyyat Naziri Mikayıl Cabbarov özü də çıxdı, etiraf elədi ki, bizdə iqtisadi artımın aşağı olmasından narazıdırlar. Eyvallah, biz də narazıyıq. Amma səlahiyyət onlardadır. Narazı olmaq azdır, nəsə etmək də lazım.